Ara supermarket şəbəkəsindən alınmış şirniyyat məhsulu ciddi təhlükə yaradıb. Bölgə TV Yurt Media isnadən xəbər verir ki, hadisə jurnalist Fuad Mədətovun başına gəlib. Belə ki, Bakı şəhəri Nəsimi rayonu Tbilisi prospekti 50 ünvanında yerləşən Ara supermarket filialından alınan portağallı şəkərpare adlı şirniyyatın içərisindən kauçuk plastik qabaq çıxıb. Yad isim şirniyyatı qəbul edən şəxsin nəfəs borusunda ilişib. Bu isə ölüm riski yaradıb. Şirniyyatın içindən çıxan yad isim görünüşü və quruluşu onun qida məhsullarında istifadə olunmayan, əksinə maz preparatlarının qapağı ola biləcəyini göstərir. Məlumata görə həmin qapaq ağ plastikdən hazırlanıb, qısa və qalın silindrik formadadır. Bir tərəfi bağlı, digər tərəfi açıqdır. İç hissəsi tubanın boğazına keçməsi üçün uyğun quruluşa malikdir. Jurnalist qeyd edir ki, belə qapaqlar ən çox dermatoloji kremlər və mazlarda, antibiotik mazlarda, yanıq və yara üçün olan preparatlarda rast gəlinir. Əgər qapağın içində diş varsa və ya fal qanı deşən çıxıntı mövcuddursa, bu demək olar ki, dəqiq maz qapağıdır. Əks halda ehtimal marker qapağına qalır. Jurnalist bildirir ki, ən narahat edici məqam isə odur ki, bu cür plastik qapağı istehsal və qablaşdırma prosesini qida ilə təmasda olmamalıdır. Bu fakt məhsulun hazırlandığı və ya qablaşdırıldığı mühitdə elementar sanitariya və təhlükəsizlik qaydalarının kobud şəkildə pozulduğunu göstərir. Məsələ təkcə bir yad cismin məhsulun içindən çıxması deyil. Bu hadisə istehlakçının həyatını birbaşa təhlükə altına atan ciddi laqeydlik və məsuliyyətsizlik nümunəsidir. Nəfəs borusunda ilişən belə bir plastik əşya saniyələr içində boğulma və ölmə səbəb ola bilərdi. Sual doğuran məqamlar kifayət qədərdir. Qida məhsulunun istehsalı zamanı maz qapağı oraya necə düşüb? İstehsalçı müəssisədə gigiyena və nəzarət varmı? Ara supermarket satışa çıxardığı məhsullar üzərində hansı yoxlama mexanizmini tətbiq edir? Bu günümüzə çıxan hadisə ilkdir, yoxsa sadəcə ilk dəfə ictimailəşir? Rəna Rövşənqızı, Bölgə TV.